Bismillahirrahmanirrahim. Əziz dostlar, bu yer ki mən dayanmışam, bura Portuqaliyadır. Portuqaliyanın bir şəhəri var, adı Fatimədir. Fatimə şəhəri Portuqaliyanın demək olar ki, mərkəzində yerləşir. Amma burada bir zamanlar bir möcüzə olmuş. O da ondan ibarətdir ki, həmin möcüzə belə baş verir. 3 nəfər az yaşlı, bir bacı qardaş, bir də ki, başqa bir uşaq bu kənddə, yəni bu yerdə qoyunlarını otarırmışlar və bir zaman görürlər ki, göydən bir nur gəldi, bir qadın və əlində təsbih çadıraya bürünmüş halda və o uşaqlarla salamlaşır və uşaqlara bəzi tövsiyələr verir. Və eyni zamanda həmin uşaqlar biraz gərginlik keçirdirlər, narahat olurlar ki, bu nədir, nə deyil və gedirlər nəhayət evlərində bunu danışırlar və o uşaqlara həmin qadın, müqəddəs bir qadın, göydən nur kimi görünən, deyir ki, siz gələrsiniz, bir də görüşərik. Nəhayət bu hadisə bilirsiniz ki, 1917-ci ildə təqribən mənim bildiyimə görə baş verib və kənd əhalisi bundan xəbər tutur və deyilən vaxtda gəlib toplanırlar bu yerə ki, həmin qadın, o möcüzə ilə görsənən qadın gəlir və kənd əhalisinə yenə də bəzi tövsiyələr verir ki, günah eləməyin və doğru olun və s. və ilaxır. Və bundan başqa bir neçə gələcəkdə baş verəcək hadisələr də onlara deyir. Yəni, tarixdə belə yazırlar, indi mən oxuduğumu deyirəm. Hətta dinsiz hakimiyyətin qurulacağı, yəni Sovet hakimiyyətin qurulacağından da bunlara məlumat verir və nəhayət həmin hadisə burada olduğu üçün bu yerdə bu müqəddəs məkan kimi hər il həmin günü qeyd edirlər. May ayının neçəsindəsə burada insanlar toplaşır, ibadətlərlə məşğul olurlar. Həmin o 3 uşaq ki var, onlar bir müddət yaşamışlar və burada ibadətlə məşğul olmuşlar o möcüzədən sonra və onlar vəfat etdikdən sonra elə burada da dəfn olunmuşlar həmin insanlar. O insanlar gəlib həmin o görüşdə birinci iştirak edənlərin də məzarını burada ziyarət edirlər. O görüşdə iştirak edən 3-cü insanın o dövrdəki uşaq olub, həmin uşaq da böyüyüb, bir zaman yaşayıb, onun da qəbri buradadır, onu da burada ziyarət edirlər. Qucağında quzu bir büstə qoyublar burada, heykəlində qurublar ki, yəni biraz həmin yaşlarında, həmin vaxtlarda o qadınla görüşüb və onlardan, o qadından xüsusi tövsiyələr almışlar. Düzdür ki, burada yaşayanlar xristiyan əhalidirlər və həmin əhali onu Məryəm olaraq düşünür, həmin qadını. Və bu yerin isə Fatimə olması biraz maraqlı gəlir insana ki, bu nədən bu yerin adı Fatimədir. Nəhayət, məsələ ondan ibarətdir ki, bu Avropanın bir küncündə bu xanımın adının bura verilməsi barəsində bəzi mübahisələr var. Və düşünürlər ki, nəyə görə məhz bu yerin adı Fatimədir. Bu yerin, bu qəsəbənin adı Portuqaliyada Fatimə adlanır. Bu özü də bir sorğu yeridir. Əlbəttə, əksər insanlar düşünürlər ki, bu yerdə kimsə əvvəllər bir müsəlman qız olub Fatimə adında, onun adına verilib bu şəhər. Amma bir qrup insanlar da belə düşünürlər ki, o görünən qadın, qeybdən olan qadın Həzrəti Fatimə salamullah aleyha imiş, Peyğəmbərimizin qızı, belə düşünürlər. Əlbəttə, mən bu sözə çox təkid eləmirəm və bu iddiada deyiləm. Sadəcə bir qrup insanların düşüncəsini sizdən paylaşıram. Və məhz onlar deyirlər ki, ona görə bu yerin adı da Fatimə olub və o görünəni də Fatimə Peyğəmbər qızı kimi nəzərdə tutublar və ona görə də bugün bu şəhərin adı hal-hazırda da Fatimə şəhəridir. Bildiyimə görə bura indi xristiyan aləmi burada sonradan bu kilsə tikiblər, ibadət yeri tikiblər. Və eyni zamanda bu kilsəyə müxtəlif insanlar dünyanın hər bir yerindən gəlirlər, Fatimə şəhərinə və bu kilsəyə. Və bunu da qeyd edeyim ki, xüsusilə xəstələr,
xristian aləmindən, əlacsız xəstələr bura gəlirlər. Belə deyirlər ki, yəni burada şəfada tapırlar. Hər halda bizim etiqadımıza görə əgər o görünən Məryəm idisə, yenə də Məryəm bizim deməli müqəddəs xanımımızdır, Siddiqədir. Və əgər xanım Fatimə Zəhra salamullah aleyhadır, yenə də bizim anamız, Peyğəmbərimizin qızı, nənəmiz Siddiqə Kubradır və hər halda bu yer müqəddəsdir. İnsanlar buranı müqəddəs hesab edirlər və gəlirlər bura öz ibadətlərini yerinə yetirirlər. Mən də ona görə bura gəldim ki, buranı görüm yaxından. Mən çoxdan buranın haqqında məlumat eşitmişdim. Sadəcə istəyirdim ki, gəlim buranı öz gözümlə görüm bu məkanı və şükür olsun Allaha ki, gəldim, buranı gördüm.